Salam, bugünkü dərsimiz cümlə və baş üzvləridir. İlk növbədə cümlə haqqında sizə danışım. Bitmiş fikir ifadə edən sözə və ya söz birləşməsinə cümlə deyilir. Cümlə sözlərin və söz birləşmələrinin həm məna, həm də qrammatik baxımından əlaqələnməsi nəticəsində meydana çıxır. Cümlənin təşkil olunmasında qrammatik əsasların mühüm rolu var. Qrammatik əsas dediyimiz vaxt mübtəda və xəbər nəzərdə tutulmuş olur. Cümlənin formalaşması üçün baş üzvlər bizə kömək etmiş olur. Cümlə quruluşca iki yerə ayrılacaq uşaqlar. Bunlardan biri sadə cümlələrdir, digəri isə mürəkkəb cümlələrdir. Sadə cümlələrin bir qrammatik əsası olur. Yəni bir mübtəda bir xəbərdən təşkil olunurlar. Və yaxud da ki, sadəcə olaraq bir xəbərdən də təşkil edilə bilərlər. Baxın, buna da deməli sadə cümlə deyəcəyik. Payız gəldi. Nə etdi? Gəldi. Nə payız? Bir dənə mübtəda, bir dənə xəbəri var. Bir qrammatik əsası var. Buna mən deyəcəm sadə cümlə. Eyni zamanda da cümlə həmcins üzvlər vasitəsilə təşkil edilmiş ola bilər. Məsələn, deyirəm ki, mən evə gəldim, yeməyimi yedim, istirahət etdim, dərslərimi oxudum. Evə gələndə mənəm, yemək yeyəndə mənəm, istirahət eləyəndə mənəm, oxuyan da mənəm. Bütün hərəkətləri eləyən mənəm. Gördüyünüz kimi burada həmcins xəbərlər var. Ona görə deyəcək ki, sadə cümlədir, mürəkkəb deyil. Və yaxud külək əsdi, ağacın yarpaqlarını tökdü. Əsən də küləkdir, ağacın yarpaqlarını tökən də küləkdir. Bütün hərəkəti eləyən küləkdir yəni. Bir dənə mübtəda var. Bu xəbərlər də həmin o mübtədaya aiddir. Bu zaman deyirik ki, bu da sadə cümlədir. Sonra uşaqlar, mürəkkəb cümlə haqqında məlumat verim. Külək əsdi, ağacdakı yarpaqlar töküldü. Nə etdi? Əsdi, nə külək, nə etdi? Töküldü, nə yarpaqlar hansı ağacdakı. Bir mübtəda xəbər burada, bir qrammatik əsas, bir mübtəda xəbər burada, iki qrammatik əsası oldu. Buna deyəcək ki, mürəkkəb cümlədir. İki və daha artıq qrammatik əsası olan cümlələrə mürəkkəb cümlələr demiş oluruq. Sonra, mən dedim ki, o bura gəlməsin. Baxın, nə etdim dedim, kim mən? Nə etsin gəlməsin, kim o? O bura gəlməsin. Baxın, gördüyünüz kimi burada da deməli bir qrammatik əsas buradadır, mən dedim. Bir qrammatik əsas da o gəlməsindir. Bu da oldu bizim mürəkkəb cümləmiz. Hər birinə aid olan, xəbərlərə aid olan ayrıca mübtədası oldu. Bir mübtəda xəbər burada, bir mübtəda xəbər burada. Sonra, həmçinin cümlə üzvləridir uşaqlar. Quruluşda iki yerə ayrılacaq. Sadə cümlə üzvləri var, bir də mürəkkəb cümlə üzvləri var. Sadə cümlə üzvləri nitq hissələrinə ifadə olunacaq. Yəni isimlə, sifətlə, sayla, əvəzi ilə. Mürəkkəb cümlə üzvləri isə söz birləşmələri ilə ifadə olunmuş olacaq. Gəlin bura baxaq. Onun sözləri çox ibrətamizdir. Necədir? İbrətamizdir. Nə? Onun sözləri. Gördüyünüz kimi bu ismi birləşmə ilə ifadə olunub. Əgər ismi birləşmə ilə ifadə olunubsa, deyirəm ki, bu cümlə üzvü olaraq mürəkkəbdir. Mübtədadır və cümlə üzvü olaraq mürəkkəbdir. Sonra baxın, buna baxaq. Payız gəldi, nə etdi, gəldi, nə payız. Bu ismlə ifadə olunub. Deyirəm ki, bir dənə nitq hissəsinin ifadə olunubsa, deməli bu cümlə üzvü olaraq sadədir. Bu da oldu bizim cümlə üzvlərimizin sadə və mürəkkəb olması. Eyni zamanda yadda saxlayın ki, idi, imiş isə, deməli, buna şəkil çəkilmiş forması var idi. Bilirsiniz ki, dı-dı, ondan sonra mışdı, sasədir. Bunlar, deməli, xəbərin quruluşca növünə təsir etmiş olmur. Yəni, nitq hissəsinin ifadə olunubsa, deyəcək ki, sadədir. Məsələn, gələn, deyirəm ki, atam idi. Atam idi. Görürük ki, biz atam isimlə ifadə olunub. Və buna da idi hissəciyi artırılıb. Bunun şəkil çəkilmiş variantı da ola bilər, özü də ola bilər. Və mən baxıram ki, bu ata sözünün quruluşuna təsir eləməyib. Nitq hissəsi olan isimlə ifadə olunub, deməli quruluşca növü, cümlə üzvü olaraq sadədir uşaqlar. Bu qədər bəsit, rahat, hər hansı bir çətinlik yoxdur. Ondan sonra uşaqlar, bunu da qeyd edim ki, cümlə müxtəsər və geniş ola bilir. Müxtəsər nədir, geniş nədir? Müxtəsər deyəndə bir mübtəda və xəbər nəzərdə tutulur və yaxud yalnız xəbər nəzərdə tutulmuş olunur. Yəni, baş üzvlərdən ibarətdirsə, bu müxtəsərdir. Orada bir dənə belə olsa, ikinci dərəcəli üzv varsa, buna biz geniş cümlə deyəcəyik.
Məsələn, gəlin baxaq. Nə etdi, gəldi, nə payız. Bu müxtəsər cümlədir. Bir dənə mübtəda, bir dənə xəbərim var. İkinci dərəcəli üzvlərdən hər hansı birindən istifadə etmiş olmadıq. Sonra baxaq görək. Və buna baxaq. Ağacdakı yarpaqlar töküldü. Nə etdi, töküldü? Nə, yarpaqlar hansı ağacdakı? Bu artıq geniş cümlə olacaq. Çünki burada cümlə üzvü, yəni ikinci dərəcəli cümlə üzvü olan təyin var. Ağacdakı sözü var. Ona görə mən deyəcəm ki, bu geniş cümlə üzvüdür. Yəni geniş cümlədə daha doğrusu uşaqlar. Üzrlü sayın geniş cümlə demiş olacam. Yəni mübtəda və xəbər varsa, yalnız ikinci dərəcəli üzvü yoxdursa müxtəsərdir. Bir dənə belə olursa, mənim ikinci dərəcəli üzvüm varsa, deməli bu olacaq geniş cümlə olacaq. Geniş cümləyə nə daxildir? İkinci dərəcəli üzvlər. Yəni tamamlıqdır, təyindir, ondan sonra zərflikdir və bunlar daxildir. Əgər bunlar varsa geniş cümlədir. Yoxdursa müxtəsər cümlədir. Məsələn, baxın, gəldim deyirəm. Oxuduq deyək, oxuduq. Bu müxtəsər cümlədir. Çünki yalnız bir dənə xəbərim var. Baş üzvü olan xəbərdən ibarətdir. Ona görə deyəcəm ki, bəli, müxtəsərdir. Burada mən ikinci dərəcəli üzvləri görmürəm. Görsəydim geniş cümlə olardı. Ümid edirəm ki, anladınız, elə də çətin deyil. İndi keçək baş üzvlər haqqında danışaq. Uşaqlar, deməli, baş üzvlərimiz mübtəda və xəbərdən ibarətdir. Mübtəda ən müstəqil baş üzvlərimizdən biridir. Hər hansı bir cümlə üzvündən asılı olmur. Mübtəda təyinlə və xəbərlə sintaktik əlaqəyə girir. Bunlarla sintaktik əlaqədə olanda mübtəda yenə də əsas hissə olacaq. Bunlardan təyin və xəbər sintaktik əlaqədə mübtədadan asılıdır. Mübtəda heç bir cümlə üzvündən asılı olmur. Mübtəda yalnız ismin adlı qalında olacaq uşaqlar. İsmin yalnız adı qalında olur. Sualı da ki, kim, nə və haradır. Bir də onu nəzərinizə çatdırım ki, hara sualı eyni zamanda yer zərfinin də sualıdır. Yer zərfliyinin sualıdır. Yer zərfliyi ilə cümlə üzvü olan mübtədamızı necə fərqləndirə bilərik? Baxın uşaqlar, daha çox harda qarışdırılır. Deyirəm ki, ora getmə deyirəm. Nə etmə, getmə. Hara? Və görürsünüz, hara, sualı haradır. Yer zərfliyində sualı haradır. Mübtədanın da sualı haradır. İndi mən bunu necə fərqləndirim ki, bu mübtədadır, yoxsa yer zərfliyidir? Bunu müəyyən eləmək üçün uşaqlar gəlirsiniz, ora sözdən yönlük hal şəkilsini əlavə eləyirsiniz və yaxud yönlük halın sualını verirsiniz. Nə etmə, getmə. Haraya getməyim, oraya getmə. Görürsünüzmü? Oraya getmə. Haraya, oraya. Görürsünüz? Yönlük hala çevirmək mümkündürsə uşaqlar bunu, yönlük hala. Deməli, bu yer zərfliyidir. Burada mübtədadan söhbət getmir. Yəni, cümlə üzvü olan mübtəda yoxdur. Deyirəm ki, ora bizimdir. Bizimdir. Nədir? Bizimdir. Hara? Ora. Və görürsünüz, burada mübtədadır. Oraya bizimdir deyə bilmirəm. Çevirə bilmirəm. Yönlük halda olmadı. Adı halda qaldı. Bu vaxt deyəcəm ki, mübtədadır. Əgər yönlük hala çevirmək mümkün deyilsə, mübtədadır. Çevirmək mümkündürsə yer zərfliyidir. Bu qədər bəsit. Çünki mübtəda adı halda olur. Yönlük halda olmur. Bu şəkildə fərqləndirə bilərsiniz. Bunu unutmayın. Vacib məqamlardan biridir. Testə düşəcək, görəcəksiniz. Ondan sonra uşaqlar, mübtədanın ifadə vasitələri var ki, çox diqqətli olmalısınız. Testə düşür. İfadə vasitələri hər biri. Deməli, bütün nitq hissələri, əsas nitq hissələri mübtədanın ifadə vasitələrinə daxildir. Həmçinin bura ismi və feili birləşmələr də daxil olmuş olacaq. Hər birinə aid deməli mən nümunə yazmışam. Bir də nəzərə çatdırım ki, xitabdır, ondan sonra ara sözlərdir, köməkçi nitq hissələridir. Bunlar köməkçi nitq hissələri. Bunlar cümlə üzvü ola bilmirlər uşaqlar. Çünki müstəqil mənaları yoxdur. Müstəqil mənası olan sözlər cümlə üzvü ola bilirlər. Bir də uşaqlar, ola bilər ki, müstəqil mənası olsun. Məsələn, dahi sözünü götürək. Amma müstəqil şəkildə cümlə üzvü ola bilməz. Bu nə vaxt olur? Əgər söz birləşməsinin daxilindədirsə, bu zaman deyirik ki, o müstəqil şəkildə cümlə üzvü deyil. Məsələn, baxın, Nizami Gəncəvi Azərbaycanın dahi yazıcısıdır. Nədir? Azərbaycanın yazıcısıdır. Kim? Nizami Gəncəvi. Gördüyünüz kimi dahi təyin ola bilmədi.
Bu da elə xəbərin tərkibində, daha doğrusu söz birləşməsinin tərkibində xəbər oldu. Yəni bu vaxtlarda deməli müstəqil cümlə üzvü ola bilməyə bilərlər. Söz birləşməsinin daxilindədirsə. Söz birləşməsinin daxilində olanda hamısı bir yerdə cümlə üzvü olaraq gördüyünüz kimi xəbər oldu. Bunları unutmayın. İndi keçək baxaq. Bahar soyuqdan hara gedəcəyini bilmirdi. Nə edirdi bilmirdi. Kim bilmirdi? Bahar bilmirdi. Baxın görürsünüz isimlə ifadə olundu. İsimlə. Sonra gənclər yarışa ciddi hazırlaşırdılar. Nə edirlər? Hazırlaşırdılar. Kim? Gənclər. Sifətlə ifadə olundu uşaqlar. O əlaçıdır. Kimdir? Əlaçıdır. Kim? O. Və görürsünüz uşaqlar, burada əvəzin ifadə olundu. Yuxarılar bu işə razılığını bildirdilər. Nə etdilər? Razılığını bildirdilər. Kim? Yuxarılar. Zərflə ifadə olundu. Yuxarıdır, aşağıdır, oradır, buradır. Bunlar rahat şəkildə mübtəda ola bilirlər. Daha çox yer zərfləri. Oxumaq vacibdir. Nədir? Necədir daha doğrusu? Vacibdir. Nə oxumaq? Görürsünüz, məsdər, feil burada deməli mübtəda ola bildi. Vətən uğrunda vuruşanlar unudulmur. Nə edilmir? Vətən uğrunda deməli vuruşanlar unudulmur. Nə edilmir? Unudulmur. Kim unudulmur? Vətən uğrunda vuruşanlar. Burada da feili birləşmə ilə ifadə olundu mənim mübtədam. Nizami Gəncəvi Azərbaycanın dahi yazıcısıdır. Azərbaycanın yazıcısıdır. Kim? Nizami Gəncəvi. Burada da deməli mürəkkəb adın ifadə olunmuş oldu. Sənin sözlərin mənə çox kömək oldu. Nə etdi? Kömək oldu. Nə? Sənin sözlərin. İsmi birləşmənin ifadə olundu. Aha. Əsər yazıldı. Nə edildi? Yazıldı. Nə? Əsər. Uşaqlar deməli normalı daha çox subyektlər mübtəda olur. Amma bəzi vaxtlarda obyekt də mübtəda rolunda çıxış eləyə bilər. Bu nə vaxt olur? Feilin qrammatik məna növündə olanda. Burada gördüyünüz kimi əsər yazıldı. Feilin qrammatik məna növü olan məchul növdədir. Və burada obyekt olan əsər gəlib cümlənin mübtədası olub. Yəni cümlənin mübtədası obyekt də ola bilər. Əsər kim tərəfindən yazılıb mən bilmirəm. Hətta mən burada iş görəni, yəni işi icra eləyən subyektimi bərpa eləyə bilərəm. Əsər Kənan tərəfindən yazıldı. Nə edildi? Yazıldı. Nə əsər? Kim tərəfindən yazıldı? Kənan tərəfindən. Cümlənin tamamlığı olacaq, aktiv şəkildə olmayacaq. Deməli, yeri gəlində subyekt tamamlıq da ola bilər, yeri gəlində obyekt, burada gördüyünüz kimi mübtəda da ola bilər. Sonra uşaqlar, uzlaşma haqqında danışım sizə. Əslində qalsıb bundan əvvəlki dərsdə məlumat vermişəm, amma bir dəfə də xatırladım. Deməli, uzlaşma əlaqəsinin kəmiyyətə görə tələbi nədir? Deyir ki, əgər mübtədan cəmdirsə, sənin xəbərin də cəm olmalıdır. Yəni siz görürsünüz ki, yarpaqlar saraldı. Yarpaqlar cəmdir. Uzlaşma əlaqəsi deyir ki, bunu deməli xəbəri də saraldılar şəklində cəmdə verməlisiniz. Təkdə verə bilməzsiniz. Yəni uzlaşma əlaqəsinin kəmiyyətə görə tələbi nə oldu? Mübtəda cəmdirsə, xəbərim də cəmdə olmalıdır. Mübtədada lalə şəkilçisini görürsünüz, gedin xəbərə də əlavə eləyin. Yəni onun tələbi budur. Amma bizdə qrammatik norma var. Qrammatik norma deyir ki, əgər cansızdırsa, onun xəbəri təkdə verilməlidir. Mən bunun xəbərini saraldılar şəklində versəm, bu vaxt qrammatik normanı pozmuş olacam. Amma mən bunun xəbərini təkdə versəm, bu dəfə də uzlaşma əlaqəsinin tələbini pozmuş olacam. Amma həm qrammatik normada, həm də uzlaşma əlaqəsində tələbi yəni nədir? İnsan anlayışı bildirəndə cəmdə olmalıdır. Qrammatik normanın tələbi budur. Yəni, insan anlayışı bildirirsə, mən bunun xəbərini heç bir şəkildə təkdə verə bilmərəm. Bu qədər bəsitdir, əslində qalsa rahatdır. Yəni, uzlaşma əlaqəsi deyir ki, canlı olsun, cansız olsun, fərqi yoxdur. Get xəbərini cəmdə ver. Mübtəda cəmdirsə, xəbər də cəm olsun. Amma qrammatik normanı inşallah sizə keçəcəm. İndi bir dənə xatırlatma edirəm. Onun tələbi nədir? Deyir ki, insan anlayışı bildirirsə mütləq cəmdə olmalıdır. Bu zaman uzlaşma əlaqəsini qorumuş oluram. Heyvan anlayışı bildirirsə, məsələn, quşlar uçur və ya uçurlar. Təkdə də ola bilər, cəmdə də ola bilər. Qrammatik norma hər ikisini qəbul edir. Amma uzlaşma əlaqəsi deyir ki, quşlar uçurlar deyir. Mübtəda cəmdir, xəbər də cəmdə olsun. Bu qədər bəsit. Sonra yarpaqlar saraldı. Qrammatik norma deyir ki, cansızdır. Xəbərini təkdə ver. Amma uzlaşma əlaqəsi deyir ki, sən görürsən mübtədadan cəmdir, get xəbəri də cəmdə ver. Bu qədər bəsit uşaqlar. Bu da oldu, deməli, kəmiyyətə görə uzlaşma əlaqəsi. Sonra görək sizə başqa nə izah edə bilərəm. Aha, deməli, o və bu ilə bağlı vergülün işlənməsi məqamı var. O haqda danışaq.
Siz artıq bilirsiniz ki, əvəzlik dərsinə sizə məlumdur bu. Deməli, əgər mənim o və bu əvəzliyimdən sonra köməkçi, nitq hissəsi gəlirsə vergül qoya bilmərəm. Demişdi ki, modal söz və nidə istisnadır. Onların tələbini əsasən mən vergüldən istifadə etmiş olacam. Sonra deyirdi ki, əgər o və budan sonra feil gəlirsə, mən vergül qoya bilmərəm. Amma burada demişdi ki, feili sifət istisnadır. Feili sifət olanda vergül qoymaq olar. Bir də ki, uşaqlar, cümlədə əvəzlik varsa, yəni o və budan sonra əvəzlik gəlirsə, mən vergül qoya bilmərəm. Bu məqamlarda mən o və budan sonra vergüldən istifadə edə bilmirdim. Baxın, o əlaçıdır. Əlaçı isimdir. Yəni isim gəlibsə odan sonra vergülü qoymaq olar. Gördüyünüz kimi problem deyil. O da bizə gələcək. Da burada bağlayıcıdır və istisna modal və nidalar daxilidir. Modal sözlər və nidalar daxilidir. Da bura daxil deyil, deməli vergül qoymamalıyam. Bu çox vacibdir. Vacib burada sifətdir, çox da burada ədatdır. Çoxaltma dərəcəsini yaradıb. Ədat olduğuna görə buradan sonra vergül qoymamışam. Bu şübhəsiz mükəmməl alındı. Şübhəsiz burada modal sözdür. Modal sözün tələbini əsasən mən vergüldən istifadə etmişəm uşaqlar. Burada o və bunun tələbini əsasən vergül qoyulmur. Gördüyümüz kimi şübhəsiz modal sözdür. Ortada gəlib hər iki tərəfindən vergüldən istifadə edilib. O danışdı. Danışdı burada feildir. Yəni odan sonra feili sifət gəlməyib, feil gəlib. Feili bağlama və ya məsdər də gəlsəydi mən vergül qoymamalıydım və vergüllə istifadə etməmişim. Gördüyünüz kimi o danışdı, vergül qoyulmur. Amma feili sifət gəlsəydi odan sonra vergül mən qoyardım. Bu da oldu kiçik bir xatırlatma. Ondan sonra görək mübtəda ilə bağlı nəsə qaldı mı? Bir şey qalmadı. Hər bir şeyi mən sizə qeyd elədim. Aha, bir də ki, cümlə üzvü olaraq bu da mübtəda da sadə və mürəkkəb olur. Sadə nitq hissələrin ifadə olunsa sadədir. Söz birləşməsi ifadə olunsa mürəkkəbdir. Məsələn, Nizami Gəncəvi burada mürəkkəb mübtədadır. Çünki burada deməli mürəkkəb adla ifadə olunub. Bu da ismi birləşməyə daxildir, bilirsiniz. Ondan sonra baxaq görək. Baxın burada. Vətən uğrunda vuruşanlar feili birləşmədir. Cümlə üzvü olaraq mürəkkəb mübtədadır. Amma oxumaq burada gördüyünüz kimi bir dənə nitq hissəsinin ifadə olunub feillə sadədir. Bahar ismlə ifadə olunub cümlə üzvü olaraq sadədir. Gənclər sifərlə ifadə olunub cümlə üzvü olaraq sadə olacaq. Bu qədər bəsit, rahat. Sonra keçək xəbər haqqında sizə məlumat verim. Deməli uşaqlar, xəbər də baş üzvlərdən biridir və xəbər mübtədadan asılı olur. Mübtədaya aid olan hərəkət və hökmü bildirir. Nəyə görə mübtəda və xəbərin sintaktik əlaqəsində xəbər asılıdır? Çünki xəbərdəki şəxs və xəbərlik şəkilsini mübtəda müəyyənləşdirmiş olur. Məsələn, deyirəm ki, mən gəldim. Baxıram mübtədadan birinci şəxsin təki olan əvəzliklə mənlə ifadə olunub. Deməli, xəbərim də birinci şəxsin təkində olmalıdır, gəldim olmalıdır. Sən gəldin. Baxıram ki, xəbərim ikinci şəxsin təkinə aid olan əvəzliklə ifadə olunub. Deməli, mənim xəbərimdəki şəxs və xəbərlik şəkilsi ikinci şəxsin təkində olmalıdır, gəldin. Görürsünüzmü? Ona görə də uşaqlar deyirik ki, xəbər mübtədadan sintaktik əlaqədə asılı olmuş olur. Çünki mübtədaya aid olan hərəkət və hökmü bildirmiş olur. Buradakı şəxs və xəbəri şəkilsi mən mübtədayı əsasən müəyyənləşdirmiş oluram. Sonra uşaqlar, deməli bizim bu xəbərimiz iki yerə ayrılacaq. Var ismi xəbərimiz, bir də var feili xəbərimiz. İsmi xəbərə nə daxildir? İsmi xəbərə adlar daxil, yəni isim, sifət, say, əvəzlik, zərf daxildir. Eyni zamanda ismi xəbər, ismi və feili birləşmələrlə ifadə oluna bilər. Feili birləşməyə məsdər və feili sifət daxil olmuş olacaq. Feilin təsriflənməyən formaları. Bilirsiniz ki, feili bağlama xəbər ola bilmir, o yalnız zərflik olur. Ona görə onun adını qeyd eləmədim. Feili birləşmələr deyəndə məsdər və feili sifət nəzərdə tutulacaq. Artıq feil dərsindən bilirsiniz ki, onu üçüncü şəxsin təkinin xəbəri şəkilsi olan dır şəkilsini qəbul edərək cümlədə ismi xəbər ola bilirlər. Sonra bizim var predikativ xəbərlərimiz. Bunlara söz xəbərlər də deyirlər ki, bu da ismi xəbər olur. Var, yox, lazım, gərək, bəs, mümkün. Bunlar da deməli ismi xəbər olacaqlar uşaqlar.
Gəlin ismi xəbərə aid olan nümunələrimizə baxaq. Sizə daha da aydın olacaq, rahat olacaq. Deyirəm ki, o mənim kitabımdır. Mənim kitabımdır. Nə? O. Və gördüyünüz kimi o-dan sonra əvəzlik gəlib vergüldən istifadə etməmişəm. Mənim kitabım söz birləşməsidir, ismi birləşmədir. İsmi birləşməni ifadə olunmuş oldu. O çox çalışqandır. Necədir? Çalışqandır. Və görürsünüz bu sifətdir. Çox da ədatdır, ona görə oradan sonra vergül qoymamışam. Onlar beşincilərdir. Beşincilər uşaqlar saydı. Sayla ifadə olundu. Maşın bizimdir. Baxın, əvəzin ifadə olundu. O bizdən irəlidədir. İrəlidə deməli zərfdir. Zərflə ifadə olundu. Onun istəyi yaxşı oxumaqdır. Nədir yaxşı oxumaqdır? Yaxşı oxumaqdır. Nə onun istəyi? Gördüyünüz kimi burada deməli fe'li birləşməni ifadə olunmuş oldu və dır şəkilsini qəbul etdi məstərimiz. Məstər tərkibi var burada. Fe'li birləşmədir. Bu şeir Məhəmməd Füzulinindir. Məhəmməd Füzuli mürəkkəb addır. Nədir? Kimindir? Məhəmməd Füzulinindir. Sonra bizdə bunların hamısı var. Var burada uşaqlar, deməli ismi xəbər olacaq. O bunları bizə danışmaq istəyirdi. Nə edirdi? Aha, bu fe'li xəbərə aid olan bir nümunədir. İndi bunu izah edəcəm. Fe'li xəbərə keçək. Deməli uşaqlar, fe'li xəbər nə vaxt olur? Bir də sualı haqqında deyim. İsmi xəbər olanda sualı, isimdəki sual olacaq. Kimdir, nədir, haradadır? Harada daha doğrusu, haradır. Ondan sonra necədir, nə cürdür, nə vəziyyətdədir, kimdir? Sonra uşaqlar sayın sualı neçəncidir, nə qədərdir. Yəni bu ismi xəbər olanda adların, yəni ismin, sifətin, sayın, əvəzin, zərfin sualına cavab vermiş olacaq. Fe'li xəbərə nə daxildir? Fe'li xəbəri fe'lin şəkilləri daxildir. Fe'lin 6 dənə şəkli var idi da, bilirsiniz. Yanınıza salaq, əmr idi, xəbər idi, lazım idi, şərt idi, vacib idi. Və bunlar deməli fe'lin şəkillərinə daxil idi uşaqlar. Lazım idi. Sonra frazoloji birləşmələrdə fe'li xəbərlərə daxildir. Eyni zamanda da mürəkkəb fe'l dərsinə sizə artıq məlumdur. Olmaqdır, etməkdir, eləməkdir, bilməkdir. Deməli bunlar da fe'li birləşmələrə daxildir. Eyni zamanda istəmək və başlamaq da daha doğrusu fe'li xəbərə daxil olmuş olur. Fe'li birləşmə dedim, fe'li xəbərə yəni daxil olmuş olur. O bunları bizə danışmaq istəyirdi. Danışmaq istəyirdi, fe'li xəbərdir. Burada deməli danışmaq sözü istəmək sözünə qoşulub fe'li xəbər yaratmış oldu. Sonra uşaqlar digərinə baxaq. Sən dərsəni yaxşı oxumalısan, nə etməlisən? Fe'li xəbərin uşaqlar sualı nə etməklə başlayır. Nə etməlisən, nə edəsisən. Bu formada olacaq. Nə etdi, nə edəcək, nə edər. Siz bizi doğru başa düşmədiniz. Nə etmədiniz? Başa düşmədiniz. Frazoloji birləşmənin ifadə olundu gördüyünüz kimi. O lazımi ləvazimatları alası idi. Nə edəsi idi? Bax görürsünüz, nə etmək sualına yenə cavab verdi. Fe'lin lazım şəklindədir. Eyni zamanda sual əvəzi ilə ifadə oluna bilər. Nə etdi? Bax görürsünüz, o bugün nə etdi? Suala cavab vermədən bilirsiniz ki, artıq cümlə üzvü olmuş olur, xəbər oldu. Və burada nə etmək fe'li xəbərə aid olan bir sual olduğuna görə deyəcəm ki, sual əvəzi fe'li xəbəri deməli orada deməli nə edib? Əvəz etmişdir. Yəni xəbəri əvəz edib də fe'li əvəz edib. Belə deyək sizə. Burada nitq hissəsi olan fe'li əvəz etmiş olur və nə etmək fe'li xəbərin sualı olduğuna görə deyirik ki, bəli, bu ismi xəbər deyil, fe'li xəbərdir. Uşaqlar, burada qeyd eləmişəm ki, frazoloji birləşmələr fe'li xəbərə aiddir. Amma bu frazoloji birləşmələr deməli, məstərin və fe'li sifətin şəkilsini qəbul eləsə, ismi xəbər olacaq. Gəlin bir dənə nümunə deyim mən sizə, daha yaxşı başa düşmüş olacaqsınız. Deyirəm ki, məqsədim başa düşməsidir. Bunu hardan yazaq? Buradan yazaq. Məqsədim başa düşməsidir. Sidir. Baxın uşaqlar, başa düşməsi bu özü deməli gördüyünüz kimi mamədir. Bu məstərin şəkilçisidir. Bilirsiniz ki, məstərin şəkilçisi maqməkdir. Amma deməli burada nə baş verir uşaqlar?
Bəzən q saatini itirir. Q saatini itirəndə bundan sonra mənsubiyə şəkilçili söz gəlməlidir. Və burada da gördüyünüz kimi mənsubiyə şəkilçili sözdən istifadə edilib. Deməli, bu məsdərdir. Məsdərin şəkilçisini qəbul edib, məqsədin başa düşməsidir. Məqsədim nədir? Başa düşməsidir. Nə məqsədim? Məqsədim mübtədədir, başa düşməsidir, xəbərdir. Burada gördüyünüz kimi məqsədim nədir? Nədir sualına cavab verəcək və nədir sualı nədir? İsmi xəbərin sualıdır. Deməli, burada ismi xəbər oldu. Yəni, bu məqamlar da olacaq. Diqqətli olun. Əgər məsələnin və feil sifətin şəkilçisini görürsünüzsə, bilin ki, ismi xəbərdir. Yəni, burada artıq feili xəbər olmayıb. Siz bizi doğru başa düşmədiniz. Nə etdiniz? Nə etmədiniz? Və gördüyünüz kimi, nə etmək sualına cavab verdiyinə görə burada feili xəbər idi. Amma burada nədir sualına cavab verdiyinə görə ismi xəbər olacaq. Bunu da yadda saxlayın. İstədim ki, yadınıza salım. Sonra görək xəbərlə bağlı başqa bir maraqlı bir məqam varmı? Sizə onu da mən qeyd edeyim. Mən fikrimcə bir şey qalmadı. Hər bir şey isə mən tam formada qeyd elədim, anlatdım. Deməli, onun istəyi yaxşı oxumaqdır. Yaxşı oxumaqdır burada mürəkkəb xəbər olacaq. Bəli, söz birləşməsini ifadə olunub ona görə. Nitq hissəsinin ifadə olunan çalışqan da sadə xəbər olacaq. Cümlə üzvü olaraq sadə oldu. Bu da cümlə üzvü olaraq mürəkkəb və sadə ola bilər. Nitq hissəsinin ifadə olunsa sadədir. Söz birləşməsinin ifadə olunsa mürəkkəb olacaq. Bugünlük dərsimiz bu qədərdir. Ümid edirəm ki, dərs sizə aydın oldu. Sağ olun uşaqlar.